Eşitmə və nitq məhdudiyyətli şəxslərin 2-ci mədəniyyət festivalında iştirak etdim. Tədbir Mədəniyyət və İncəsənət Nazirliyinin həm də Təhsil Nazirliyinin nəzdində keçirilirdi. Müxtəlif yaş qrupundan olan eşitmə və nitq məhdudiyyətli şəxslər öz performanslarını göstərdilər. Məni də izləyici və qonaq qismində çağırmışdılar və buna görə çox məmnunam. Uşaqlar belə bir performans göstərdilər və videoya diqqətlə baxsaz orada sənətkar Alim Qasımovu və qızı Fərqanə xanımı görəcəksiniz. Onlar diqqəti bütövlüklə uşaqların üzərinə vermək üçün arxada dayandılar. Bu həqiqətən də təqdirə layiq bir hərəkətdir. Mən düşünürəm ki, həyatda hamımızın özümüzə məxsus məhdudiyyətləri var və bu uşaqları biz cəmiyyətdən ayırmamalıyıq, əksinə onlara qucaq açmalıyıq. Onların məhdudiyyətləri daha gözə çarpan ola bilər, amma bir çoxlarımızda olan digər məhdudiyyətlər bilinməyə bilər. Mən düşünürəm ki, hamımız bir qrupa aidik. Tədbirdə eyni zamanda Zülfiyə Xanbabayeva da iştirak etdi. Necə gözəl qəlbli bir insan olduğu buradan bilinir ki, o səhnəyə təqdim olunmadan çıxdı. Yəni ki, diqqəti öz üzərinə çəkmək istəmədi, uşaqların üzərində qalmağını istədi. Zülfiyə xanımla səhnə arxasında qısaca bir söhbət etdim. Çox mehriban bir insandı və mənə kompliment də dedi hətta. Belə bir qısa bir teatr performansı göstərildi, hansı ki, çox istedadlıdılar bu aktyorlar. Yəni ki, bir dəqiqənin içərisində hamımız diqqətimizi bura cəmlədik, sanki başqa bir yerə səyahət etdik. Məni dəvət etdiyinə görə Nurani xanıma çox təşəkkür edirəm. Həm də o tədbirin təşkilatçısıdır və hər zaman da gəlməyə hazıram belə tədbirlərə. Bu uşaqları çox sevdim, sizinlə fəxr elədim. Eyni zamanda gənc ifaçımız Camal da buradaydı. Ona da uğurlar arzulayıram.